Bugün sizə danışacağım bir tanrı anlayışı var. O tanrı anlayışı ki, həm peşman olur, həm əzazildir, həm südəmər uşaqların, həm günahsızların, atın, dəvənin, eşşəyin belə ölümünü əmr etsin. Yəni bir tanrı düşün. İsraillilərin tanrısı, İsraillərə görə kimlərinsə südəmər körpəsini, atını, dəvəsini, eşşəyini, qoyununu, hər bir şeyini məhv etməsini əmr eləyir. İndi bunu bilməkdən ötürü biz Tanaxın 1-ci Şamuel 15-ci fəsil hissəsinə baxmağımız lazımdır. Tanax da Yahudilərin müqəddəs kitablarından biridir. Yəni kitablar toplusuna daxildir. 1-ci Şamuel 15-ci fəsil. Şaulun daha bir itaətsizliyi. Şamuel Şaula dedi: Rəbb məni göndərdi ki, öz xalqı İsrail üzərində padişah olaraq səni məhs edim. İndi isə Rəbbin sözünü dinlə. Ordular Rəbbi belə deyir: İsraillər Misirdən çıxan zaman yolda Amaleklər onlara qarşı müqavimət göstərdilər. Ona görə də onları cəzalandıracağam. İndi get, Amalekliləri qır. Hər şeylərini tamamilə darmadağın et və onlara heyfin gəlməsin. Kişidən qadına dək, yeniyetmədən südəmər körpəyə dək, öküzdən qoyuna dək, dəvədən eşşəyə dək hamısını qır. Düşün Tanrı ədalətinə. Südəmər körpənin nə günahı var? Qoyunun, dəvənin, eşşəyin nə günahı var? Yəni bunların hamısının qırılmasını əmr eləyən bir İsrailin tanrı anlayışı var. Şaul xalqı çağırdı və onları Telaimdə saydı. 200.000 piyada əskərlə bərabər Yahudadan 10.000 nəfər var idi. Şaul Amaleklilərin şəhərinə gəlib vadidə pusqu qurdu. O, Genlilərə dedi: Gedib Amaleklilərdən ayrılın ki, sizi də onlarla bərabər qırmayım. Çünki İsrail övladları Misirdən çıxan zaman siz onlara xeyirxahlıq etdiniz. Genlilər Amaleklilərdən ayrıldılar. Şaul Haviladan Misirin şərqindəki Şura çatana qədər Amalekliləri qırdı. Amalek padişahı Aqqaqı sağ tutdu. Bütün xalqı isə tamamilə qılıncdan keçirdi. Amma Şaul xalqı ilə birlikdə Aqqaqa və Amaleklilərin ən yaxşı qoyunlarına, öküzlərinə, kökəldilmiş heyvanlarına, quzularına və yaxşı şeylərin hamısına heyfi gəlib tamamilə məhv etmək istəmədi. Bütün gərəksiz və yararsız şeyləri isə tamamilə yox etdi. Bundan sonra Rəbbin sözü Şamuelə nazil oldu. Şaulu padişah etdiyimə peşman oldum. Çünki o dönüb mənim ardımca getməyərək sözlərimi yerinə yetirməyib, Şamuel qəzəbləndi və bütün gecəni Rəbbə fəryad etdi. Yəni Rəbb peşman olur ki, mən bunu niyə görə padişah elan etdim və mənim əmrlərimi icra etmədi. Bunun da əmrlərini niyə görə icra etmədi və Rəbb niyə qəzəbləndi? Çünki Şaul özünə sərf eləyən heyvan qaranı öldürmədi, saxladı. Bunu da bir Rəbb biləndən sonra çox peşman oldu. O Şaulla səhər görüşmək üçün erkən durdu. Amma ona belə xəbər verdilər. Şaul Karmelə getdi və özünə abidə qoyandan sonra geri qayıdıb irəlidəki Gilqala indi. Şamuel Gilqala Şaulun yanına gəldi. Şaul ona dedi: Qoy Rəbb sənə xeyir dua versin. Mən Rəbbin sözünə əməl etdim. Şamuel isə dedi: Elə isə qulaqlarıma gələn bu qoyun mələşməsi və eşitdiyim bu öküz böğürtüsü nədir? Şaul dedi: Onları Amaleklilərdən gətiriblər. Çünki xalq sənin Allahın Rəbbə qurban etmək üçün qoyunlarla öküzlərin ən yaxşılarını saxlayıb qalanlarını isə tamamilə yox etdi. Şamuel Şaula dedi: Dayan, bu gecə Rəbbin mənə söylədiklərini sənə deyəcəyəm. Şaul dedi: Danış. Şamuel dedi: Sən öz gözündə kiçik olduğun halda İsrail qəbilələrinin başçısı olmadınmı? Rəbb səni İsrail üzərində padişah olaraq məhs etməyibmi? Rəbb səni yürüşə göndərib dedi: Günahkarları, Amalekliləri tamamilə məhv et və qırıb qurtarana qədər onlarla vuruş. Bəs nə üçün Rəbbin sözünə itaət etmədin? Qarətçilik edib talana girişdin və Rəbbin gözündə pis sayılan iş gördün. Şaul Şamuelə dedi: Mən Rəbbin sözünə itaət etdim. Rəbbin məni göndərdiyi yürüşə getdim. Amalek padişahı Aqqaqı bura gətirdim. Amalekliləri isə tamamilə məhv etdim. Lakin xalq talan malından qoyunları və öküzləri məhv edilməyə həsr olunanlardan ən yaxşısını götürdü ki, Gilqalda Allahın Rəbbə qurban versin. Şamuel isə dedi: Rəbb öz sözünə itaət edilməsindən xoşu gəldiyi qədər yandırma qurbanı və başqa qurbanlardan xoş gələrmi? Bax, itaət etmək qurbandan qulaq asmaq qocaların içpiyindən daha yaxşıdır. Çünki üsyankarçılıq falçılığa bərabər günahdır. Yəni ayənin tam ardını oxumuram. İstəyən adam 1-ci Şamuel 15-ci fəsildən başlasın oxumağa və burada sonda bir ayəni oxumaq istəyirəm. Allah peşman olur.
Şamuel ölənə qədər daha Şaulu görmədi. Çünki Şaulun dərdini çəkirdi. Rəbb Şaulu İsrailin padişahı etdiyinə peşman olmuşdu. Yəni bunların bir peşman olan Rəbb anlayışları da var. Bu harda keçir? Deməli bu Yahudilərin müqəddəs kitablarında bilirsiniz də kitablar topluluqları var. Deməli Tövrat var. Bu da keçir Tövratda yox, Tanakda. Təbii ki, Tövrat da, Tanak da bunların hamısı kitablarıdır, topluluqlardır. Tanak hissəsində keçir bu. 1-ci Şamuel 15-ci fəslini açıb baxıb oxuya bilərsiniz. Düşünün, bir tanrı anlayışı. Həm peşman olan tanrı anlayışı var. Həm əzazil bir tanrı anlayışı var. Südəmər uşaqların öldürülməsinə əmr edən tanrı anlayışı var. Sonra dəvəni, eşşəyi, qoyunu və digər heyvanları öldürülməsini əmr edən tanrı anlayışı var. Və Şaulu da padişah etdiyinə peşman olan tanrı anlayışı var. Yəni bu tanrı bilirdisə ki, Şaul bunun əmrlərini icra etməyəcək və bu da peşman olacaqsa Şaulu ora niyə göndərirdi? Yox, əgər bunu bilmirdisə, bu necə tanrı olur ki, bu olacaqlardan xəbərsizdir. Və yaxud da bunların hər birində bir kənara qoysaq, bu necə tanrıdır ki, yəni kimsə bir pislik eləyibsə, onun atının, dəvəsinin, qoyunun, eşşəyinin nə günahı var? Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Bu kimi məlumatları, bilgiləri əldə etmək istərsinizsə, səhifəmə abunə olub bəyənib paylaşmağı unutmayın.